Avtovaz yaranandan etibarən innovativ müəssisə idi. Bunu bir maraqlı nümunə ilə açıq şəkildə görmək olar. Gəlin Vaz 2108 modelinə baxaq, yəni 08-ə. Az adam bilir ki, bu avtomobil qismən Porsche izləri daşıyır. 08 hazırlanarkən Porsche mühəndisləri onun idarə olunma və sabitlik problemləri üzərində işləyirdi. Məsələn, yüksək sürətdə daha stabil olması üçün avtomobilin arxa hissəsini yükləyən xüsusi dam forması təklif etdilər. Maraqlıdır ki, eyni yanaşma Porsche 924 modelində də istifadə olunmuşdu. Aerodinamikadan əlavə alman mütəxəssisləri mühərrik üzərində də işləyirdi. Sınaqlar zamanı isə 08 Porsche-nin test poliqonlarında minlərlə kilometr yol qət etmişdi. Avtovazın bu məşhur alman markası ilə əməkdaşlığının rəsmi səbəbi isə kifayət qədər maraqlı idi. Belə bir fikir səslənirdi ki, güya almanlar Porsche prezidenti Ernst Feuermann şəxsində 2-ci Dünya müharibəsi zamanı Sovet İttifaqına vurulan ziyanı müəyyən mənada kompensasiya etmək istəyirdilər. Hətta 1975-ci ildə Avtomobil Sənayesi Naziri ilə keçirilən görüşdə də məhz bu versiya qeyd olunmuşdu. Amma bir məqam var idi. Almanlar bu işi əlbəttə ki, pulsuz etmirdi. Jiguli avtomobilləri SSR-nin kimya sənayesinə də ciddi təsir göstərdi. Xüsusilə də avtomobil sektorunda xidmət edən sahəyə. Səbəb sadə idi. İtalyan mənşəli bu avtomobillər daha keyfiyyətli yağlar və sürtkü materialları tələb edirdi. Nəticədə Sovet mütəxəssisləri Fiatdakı həmkarları ilə birlikdə işləyərək keyfiyyətcə oxşar, amma daha əlçatan olan yeni sürtkü materialları hazırlamaq məcburiyyətində qaldılar. Bundan əlavə Jiguli avtomobilləri Sovet sürücülərini bir çox texnoloji yeniliklərlə də tanış etdi. Məsələn, Kopeykadan əvvəl disk əyləc yalnız hökumət avtomobillərində quraşdırılırdı. Daha sonra Jigulinin bəzi modelləri vakuum gücləndiricili əyləc sistemi, salon daxilində elektrikli saat və taxometrlə təchiz olundu. 6-cı modeldə qəza siqnalı düyməsi və ön oturacaqlarda baş dayaqları ortaya çıxdı.